Beynəlxalq Təşkilatlardan Dövlət Dəstəyi Agentliyinin kiçik qrant müsabiqəsində 2026-cı ildə Mirvarid Dilbazi Poeziya Məclisi olaraq Vətənimdir Azərbaycan adlı layihəsi ilə qalib oldu və Sabirabad, Şamaxı, Bakı rayonlarında Kəlağay və milli geyimlərinin sərgisi və konsert düzənləməyi nəzərdə tutdu. Bugün də Şamaxıdayıq. Bax, gördüyünüz kimi bizim bu qədimi Kəlağaylar, Kəlağay Ev Muzeyinin Kəlağaylardır. Yeraltı Kəlağaylardır, qız gəlinlərimizin toy nişanına üz duvarı kimi istənilən Kəlağayıdır. Bu, soğanın Kəlağayıdır, hansı ki, nənələrimiz gündəlik istifadə edirlər. Bu da Ağzərin Kəlağayıdır. Bu da elə bir xoşbəxtlik, ağbəxt deməkdir. Gəlinlərimiz bu vaxtı bundan istifadə edirlər. Vaqif Osmanlı Ulu Öndərin canlı əsər Tərlan kitabını araya ərsəyə gətirdi və Respublikamızın bütün bölgələrində Prezident Administrasiyası tərəfindən bu kitabların təqdimatı keçirildi. Ondan sonra Xarici İşlər Nazirliyinin göstərişində onun yoluna keçdi. Tbilisi'də Marmara Rüstəvi də keçirildi. Bir də Naxçıvan Muxtar Respublikasının bir neçə bölgələrində bu kitabların təqdimatını keçirdi. Bir də milli dəyərlərimiz haqqında olan kitablardır. Mirvarid Dilbazinin Ulu Öndərin 100 illik münasibəti ilə Mirvarid Dilbazinin şeirlərindən ibarət kitabdır. Azərbaycan Kəlağayısının illəri yadigarıdır bizim kitabımızdır. Həm də bir layihəmizin o sənətini film çəkmişik və demək olar ki, hamısını demək olmur. Bax, bu babamın papağı, nənəmin Kəlağayısı özbək dilinə tərcümə olunmuş mənim şeirlərimdir. Kəlağayı haqqında şeirlərdir, Rus-Gürcü dilinə tərcümə olunmuşdur. Bu da Şəhid Zaur İsmailzadə haqqında Mirvarid Dilbazi Poeziya Məclisi dəstəyi ilə araya ərsəyə gələn kitabdır. Bu da bizim şəhid qardaşımız Hüseynə həsr olunubdur. Bax, indi bu paltarı gəzdirmək çox çətindir. Ancaq biz deməli, adicə bir milli elementlərlə gündəmə gətirə bilərik. O sadə paltarlar gözəl görünər. Bax, indi bizim bu paltarı siz aparın, nəvələrinizə geyindirin. Görün necə sevinəcəklər. Başqa gedin mağazadan, firma mağazalarda bahalı paltarlar alın. Vallahi bu bəxş elədiyi sevinci vermir. Ona görə ki, burada milli ruh var, milli elementlər var. Ona görə də bax, bugün bizim bu milli dəyərlərimiz olan bu paltarları da təqdim etmək çox vacibdir. Kəlağayımızla bərabər. Və bax, görürsünüz, necə gözəl usta üzərində işləyib. Bunu bizim körpə balalar rəqsdə, mahnı oxuyanda geyinləndə çox gözəl görünür. Bir də sizə mən bu şal haqqında danışmaq istəyirəm. Bu bizim Zəkiyə şaldır. Bugün istehsalı yoxdur bunun. Çox nadir Kəlağayının bir növüdür. Keçmişdə bunu zəngin xanımlar istifadə edilmişlər və xanımların zənginliyi bununla bilinirmiş. Hətta bunun naxışlıları da var. O birinci orada masanın üstündə həmin o yerləşdirilir. Bizim qromatçı Aybəniz Camalovanın əl işidir. Deməli, istifadəyə yararsız olan Kəlağaylar var. Birinin rəngi gedir, birinin naxışı gedir. Bəli, və bunu belə bizim xarı bölgündə ortasına yerləşdiribdir və belə gözəl kompozisiya əmələ gətiribdir. Deməli, mənim əzizlərim, Şəhid Zaur İsmailzadənin və Salih Əliyevin nişanlılarına nənələri verdiyi Kəlağaylar onların nişanlarına qismət olunubdur. Ona görə də mən həmişə də deyirəm, hər yerdə deyirəm, bizim Azərbaycan qızlarının atası gəlin köşəndə qızları Quran altından keçirirlər və Qurana ant verirlər ki, getdiyin ailəyə sədaqətli ol, məhəbbətli ol, ehtiramlı ol ilə. Və inanıram ki, o Quran kitabından sonra gəlir əllərini Kəlağay muzeyində bax, bu Kəlağaylara basacaqlar ki, onlar öz əhdlərinə, sədaqətlərinə məhəbbətli olacaqlar. Şəhidlərimizin ruhu şad olsun. Hörmətli xanımlar, hörmətli cənablar, dəyərli dostlar, hər birinizi səmimi qəlbdən, canı könüldən salamlayıram. Bizim bu möhtəşəm mədəniyyət mərkəzinə xoş gəlmişsiniz. Bizim dəvətimizi qəbul edib, təşrif gətirdiyinizə görə hər birinizə öz təşəkkürümüzü, minnətdarlığımızı bildiririk. Bugün bildiyiniz kimi Mirvarid Dilbazi Poeziya Məclisinin tədbirinə yığışmışıq və bu gözəl tədbirdə, əlbəttə möhtəşəm tədbirdə bir daha hər birinizə xoş gəlmişsiniz deyirik. Bu günləri bizim qeyd olunduğu kimi qonaqlarımız Bakı şəhərindən təşrif gətiriblər. Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin rəhbərliyi bu günləri bu tədbirdə əsas təşkilatçıdır. Biz də Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi olaraq bu tədbirə dəstək veririk. Mən Güllü xanımı və əfsanəvi sosialist əmək qəhrəmanı
Tərlan xanım Musayevanı səmimi qəlbdən bir daha salamlayıram, alqışlayıram onları. Bizim elə rayonumuzun da əfsanəvi bir xanımı bu günləri bizi ilə bərabərdir, bir sıradadır. İctimai xadim, həkim, Nəzakət xanım Abdurazaqova. Mən xüsusilə Nəzakət xanımı da salamlayıram. Dəvətimizi qəbul etdiyinə görə çox-çox təşəkkür edirəm. 100-dən yuxarı Şamaxıda sənət növü olub ki, həmin sənət növlərindən biri də kəlağayı istehsalı olub, ipək istehsalı olub. Bu günlər əlbəttə ki, bir neçə illər öncəyə qədər Şamaxıda kəlağayı ipək istehsalı ilə məşğul olan bizdə sexlər var idi. Əlbəttə ki, indi həmən o sexin məhsulları, indi də mən görürəm xanımların boynunda, üzərindədir. Çox sağ olsunlar ki, onu saxlayıblar. Hər birinizə bir daha təşəkkür edirəm. Var olasınız, uğurlar arzu edirəm. Və gözəl bir tədbir olacaq. Əmin ola bilərsiniz ki, çox möhtəşəm bir tədbir olacaq. İndi bir möhtəşəm alqışlar gəlsin. Mən çox böyük hörmət bəslədiyim Güllü xanıma istərdim ki, söz verilsin və Güllü xanım bu tədbiri idarə eləsin. Azərbaycan çıraqların gür yansın, xalqımızın ürəyində nur yansın. Mərd oğullar keşiyində dayansın, yolun haqdır, gözün toxdur millətim, həqiqətə ölüm yoxdur millətim. Üzərindən qara yellər əsməsin, ana yurdum Azərbaycan elləri qapınızdan şadlıq ayaq kəsməsin, xoşbəxt gəlsin yeni ömrün illəri. Bir arzum var, heç olmasın bir qəmin, ana yurdum Azərbaycan torpağı, bayram olsun, şadlıq olsun həmdəmin. Dalğalansın Azərbaycan bayrağı, dalğalansın Türk Turan bayrağı. Şairəm, odludur qəlbimdə qanım, odludur ürəyim, eşqim, hicranım. Ey mənim bəzəkli Azərbaycanım, sənə qurban olsun mənim bu canım. Azərbaycanın ilk qadın xalq şairi Mirvarid Dilbazi. Əziz tədbir iştirakçıları, hər birinizi Mirvarid Dilbazi Poeziya Məclisi adından ürəkdən salamlayıram və sizə bu gəlişiniz üçün, bu gözəl görüşümüz üçün, kəlağayımızın müqəddəsliyinin uğrunda birləşdiyimiz üçün təşəkkürümü bildirirəm və Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına minnətdarlığımı bildirirəm ki, bizə maliyyə dəstəyi göstəriblər və biz 2026-cı ildə Vətənimdir Azərbaycan layihəsinin qalibi olmuşuq və o layihə çərçivəsində Sabirabadda olduq. Bugün Şamaxıdayıq, 20-sində Bakıdayıq və beləliklə milli dəyərlərimizdən olan kəlağayımızı və milli geyimlərimizin özünü təbliğ edirik. Sazımızla, sözümüzlə istəyirik ki, bax bu milli dəyərlərimizi təbliğ edək. Və Şamaxı rayon icra hakimiyyətinə təşəkkürümü bildirirəm. Mədəniyyət evinin rəhbəri, bizim əzizimiz, dəyərlimiz Rafael Tağzadəyə təşəkkürümü bildirirəm və istərdim ki, vətənimizin bütövlüyü, azadlığı, suverenliyi uğrunda qanundan, canından keçən müqəddəs şəhidlərimizin əziz xatirəsini bir dəqiqəli sükutla, ehtiramla yad edilir. Ruhunuz şad olsun ey şəhidlər, yurd uğrunda şirin candan keçənlər. Dövlət himnimiz səsləndirilsin.
yaşasın Azərbaycanımız. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qalib gəldiyi 44 günlük vətən müharibəsində bu ulu, uca xalqın qeyrəti, qorxmazlığı, ədalətli olduğu dünyaya sərgiləndi. Əziz Şamaxılılar, biz ikinci dəfədir Şamaxıda oluruq. 2024-cü ildə biz elə bu məkanda sazlı sözlü Kəlağayı günləri keçirmişik. Kəlağayımız 2014-cü ildə Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyasətinə daxil olub və 2024-cü ildə həmin o 10 illik yubiley münasibəti ilə biz Respublikamızın bütün bölgələrində demək olar ki, sazlı sözlü Kəlağayı günləri keçirdik. Şuşada, Qazaxda, Gədəbəydə, Gəncədə, Sumqayıtda, Bakının rayonlarında, Naxçıvan Muxtar Respublikasında biz bax belə Kəlağayı tədbirləri keçirdik. Bu ildə biz Vətənimdir Azərbaycan layihəsi olaraq yenə Şamaxıdayıq. Şamaxını çox sevirəm. Əziz Azərbaycan kişiləri, bax o Kəlağaylarımızın qorunduğu qədər də istifadəsi vacibdir ki, o nənələrimizin ruhu sevinsin ki, biz bu Kəlağayları daşıyırıq, tanıdırıq, təqdim edirik. Bu bizim təkcə bir örpək deyil, tariximiz, mədəniyyətimiz, əzətimiz, əzəmətimiz, vüqarımız, qız gəlinlərimizin ismət örpəyidir. Ona görə də 1000 dəb olsa da, valla Kəlağayının yerini heç nə vermir və mən də düşünürəm ki, belə bizim hamımız, tək mən yox, bugün bizim səsimizə səs verən hər kəs bu yolda milli dəyərlərimizin təbliğatçısıdır. Təşəkkür edirəm. Var olun, nə yaxşı gəldik, gördük, görüşdük və belə bir gözəl layihə çərçivəsində bir aradayıq. Mən indi sözü vermək istəyirəm. Şamaxı rayon İcra Hakimiyyətinin sektor müdiri Səbuhi Həsənova. Və onu da deməsəm olmur, deməli Səbuhi müəllim. Barat Vüsal bir şeirdən gəlmişdi ki, möhtəşəmdir. Deyir ki, vətən torpağının bir hissəsi tək. Onu unutmayam, gərək ki, mən anam, mənim gözlərimdə uşaq vaxtları, anam Kəlağaydı, Kəlağay anam. Xalqımın müqəddəs adəti çoxdur, ondan dərs alsın hər duha gərək. Qızlar tanıyıram, maşallah olsun, cehiz tanımırlar Kəlağay tək. Daimə əzəli səngərindədir, məhəbbəti dərin həsrəti məlum, vətəndir Kəlağay örtən analar, yer yurdu yerində sərhəddi məlum. Kəlağay deyildir adi bir örtü, oxumaq istəsə himn olacaqdır. Qızlar, başınıza Kəlağay örtün, nə arzu desəniz hasil olacaq, nə yuxu görsəniz çin olacaqdır. Yetən anam kimi yetə kamala, yetən nənəm kimi yetə kamala, yarıyan vaxtından belə yarıya, başdaşı üstəki şəklində də. Hələ başındadır Kəlağayısı, hələ başındadır Kəlağayısı. Bağışlayın sizi gözlətdim. Buyurun. Sağ olun. Hörmətli tədbir iştirakçıları, hörmətli qonaqlar. Mən də Şamaxı rayon İcra Hakimiyyətinin rəhbərliyi adından hər birinizi salamlayıram. Gələn qonaqlarımızı, Güllü xanımı, Nəzakət doktoru salamlayıram. Tədbirimiz bununla davam etsin. Allah ki, salamlayasın. Sağ olun. Çox sağ olun, təşəkkür edirəm Səbaha müəllim, var olun, Allah sizdən razı olsun. Mən elə indi sözü vermək istəyirəm. Həkim, ictimai xadim, Şamaxı rayon Ağsaqqallar Şurasının üzvü Nəzakət xanım Abdul Razaqova xanıma. Həkimdir. Deməli, Nəzakət xanım deyirlər ki, sağlamlıq sərvətdir insandan ötürü, həkim müqəddəsdir qanamdan ötürü. Hamımız dünyada sağcandan ötürü sizə borçluyuq, əziz həkimlər. Dünən də elə həkimlərin bayramı idi, həkimlərin günü idi. Ona görə də bir alqış gəlsin bizim həkimimizə. Ağılıb sözünü deyəcəm, sizin də siz balaca işdir. Əziz xanımlar, sizi burada bir yerdə görməyimə çox şadam. Və bugünkü bizim Güllü xanımın bu tədbiri o qədər gözəl, o qədər indiki vaxtımız üçün vacib bir tədbirdir ki, və Güllü xanım, siz çox böyük bir şərəfli işi boynunuza götürmüşsünüz və buna görə mən sizə öz minnətdarlığımı bildirirəm. Çox şərəfli işdir. Deməli, indiki zamanda bu Avropaya inteqrasiya edirik, biz Baxtəbərlər. Bunu da
bizim bəzi qızlarımız, gəlinlərimiz, qadınlarımız müasiri ilə bağışlayın mənim ifadəmə görə ədəbsizliyi qarışdırırlar. Müasiri tamam başqa şeydir. Bugünkü plastik əməliyyatlar, bugünkü o hamıya aid deyil əlbəttə. Bugünkü o belə xoşa gəlməyən geyimlər, əlbəttə ki, bizi narahat edir. Və ona görə mən deyirəm ki, Güllü xanım çox böyük bir şərəfli işə qoşulub. O, həm Kələğayı, bugün Kələğayı günümüz, həm də bizim milli geyimlərimizi təbliğ edir, yada salır. Və bu çox böyük bir vətənpərvəridir, mən deyərdim. Biz Kələğayıya mövzuya keçməmişdən qabaq, istəyərdim sözü qısaca ipək yolu ilə, böyük ipək yolu olub vaxtı ilə, ona bir-iki kəlmə o barədə deyim. Deməli, böyük ipək yolu olub, Çindən başlayıb, 13.000 kilometr uzunluğunda maşınla yox, karvan yolu olub, dəvə ilə. Təsəvvür edin. Deməli, Çindən başlayıb, deməli, müxtəlif yerindən keçib, gəlibsə, Özbəkistan, Qazaxıstanda, orada o yekunlaşır. Bu niyə ipək yolu deyilirdi buna? Onlar çox əmtələr göndərirdilər. Əslində ticarət yolu deyirlər. Amma onlar əsas deməli, ixracı, əmtəsi ipək olub. Ona görə də ona böyük ipək yolu deyirlər. Amma orada bütün məhsul, məsələn, Hindistanın ədviyyat, Hindistan o rəngli qaşlar məkanıdır, rəngli qaşlar, cürbəcür parçalar və eyni zamanda Çindən müxtəlif qurğular, müxtəlif texniki innovasiya və s. Deməli, bu davam eləyib Amerika kəşf olunana qədər. Amerika kəşf olunanda bu məhsulların çoxu Amerikada da olur və Hindistana bir yol açılıb, yeni bir dəniz yolu. Və ona görə də bu böyük ipək yolu süqut eləməyə başlayıb. Amma 10-cu, 11-ci əsrdə o ixrac olunan ipəkdə Şamaxının çox böyük payı olur. Şamaxı o illərdə çox böyük ipək istehsal eləyib. Və deməli, o süqut eləyib, süqut eləyəndən sonra 1998-ci ildə bizim ulu öndərimiz qeyd edib ki, karvan yolu tək ticarət yolu deyil. Karvan yolu siyasət yoludur, diplomatiya yoludur, elmin inkişafı yoludur, ədəbiyyatın inkişafı yoludur. Ona görə də biz bu yolu təzədən təzələməliyik. Ona görə də Heydər Əliyevin təşəbbüsü ilə Traseka nəqliyyat yolu deməli təşkil olundu. Ki, bu da çox böyük bir ərazini təşkil edir. Yəni ki, bu yollar insanları bir-birinə birləşdirir, onları bir-birinə ədəbiyyatında, onların bir-birinə mədəniyyətində, bir-birindən elə bil ki, mübadilə eləyirlər, yəni inkişaf eləyirlər. Və ona görə də mən bir-iki kəlmədə Şamaxının deməli, Şirvanşahlarından danışmaq istəyirəm. Deməli, bilirsiniz ki, Şirvanşahlar dövləti 1800 il hakimiyyətdə olub. O vaxt Şirvanşahlar dövləti indiki Azərbaycan 80%-ni təşkil edirdi. 20% də Arran adlanırdı, Arran. Yerdə qalan Şirvanşahdan qırağa olan bütün deməli, sahələr hamısı Arranda birləşirdi. Şirvanşahlar deməli, dünyaya çox böyük dövlət təcrübəsi veriblər, çox böyük sənətkarlıq təcrübəsi veriblər. Və o vaxtı ipəkçiliyi Şamaxıda xüsusi inkişaf edib. Şamaxı ipəyi Avropada, Rusiyada çox böyük belə bunlar bunu belə yüksək qiymətləndirirdilər. Məsələn, Çar Romanovun Çarlıq paltarı Şamaxı ipəyindən olub. Və bir dəfə belə bir misaldır, bir dənə hərbiçi öz nişanlısı ilə küsüb, neyniyibsə barışmayıb. Deyib ki, yaxşı, mən sən neynəsən sən mənə barışarsan? Deyib, mənə Şamaxı ipəyi versin, səninlə barışarım. Sən Şamaxı ipəyini, və yaxud da mahnı var idi Ruslarda. Sən mənə Şamaxı ipəyi ver, mən sənə ürəyimi verim. Yəni, o dərəcədə Şamaxı ipəyi deməli, məşhurlaşmışdı. Və ildə 400 ton Şamaxı barama ixrac edirdi. Barama bilirsiniz, həmən bu Kələğaylar, o ipəklər, hamısı barama onu, barama qurdu deyirik də. Barama onu istehsal eləyir, barama yuvasını qurur və o çox belə tərcümüsü odur ki, o bir lifdə hamısı, artıqda bir lifin hamısı uzunda gedir. Və Şamaxıda indi də Şamaxın aşağı hissəsində var, eşlədir, Şolkıstat deyirdilər, bir bağ var idi orada. O bağ hələ durur, amma görkəmin dəyişib.
deməli bütün bu baramanı yetişdirmək üçün onlar tut yarpağı, tut teyranı deyirik, tut deyirik. Bax, onun yarpağı ilə onlar böyüyürdülər və ona görə də həmən bağ indi də orada durur və o bizim məşhur tarçan Hacı Məmmədovun babasının bağıdır. Yəni ki, Şamaxıda ipəkçiliyi o qədər inkişaf etmişdi ki, burada Zarat Xeybəri kəndi var bizdə, ən ucqar kəndimizdir. Və onun deməli hündürdə yerləşir və gediş-gəliş yolu çətindir. O vaxtı deyiblər ki, gəl sizi köçürdə yaşağa. Deyiblər ki, yox, biz köçmürük. Niyə? Deyib ki, ona görə ki, barama burada yaxşı quruyur. Barama quruyur nə deməkdir? Deməli, barama ki, yuvasını bağladı, ona əgər 2 həftənin ərzində qaynar suya salıb, o qurdu öldürməslər onun içində. O qurdu baramanı deşir. Deşəndə də bütün liflər körlanır hamısı. Deməli, o barama olur yararsız. Hətta deməli, onlar o qədər bu baramaya bağlı olurlar ki, deyir ki, yox, biz köçmürük, barama burada yaxşı quruyur. Yəni, o dərəcədə. Sonra Şamaxı ipəyini bizdə deməli, İngiltərənin nümayəndəsi olub, Cengiston, Antoni Cengiston. O deyirmiş ki, deməli, Şamaxı gözəl şah şəhərdir və Şamaxı ipəyi, deməli, Min bir gecə nağılının illüstrasiyasıdır. O dərəcədə onlar Şamaxı ipəyini qiymətləndirirdilər. Və deməli, bizim bu günləri yığılıb, deməli, təqdim elədiyimiz bu Kələğay da həmən o baramanın məhsuludur. Kələğay sözünün mənası zərif baş örtüyü deməkdir. Türk sözüdür. Kəl, ağayı. Kələğay yox, anan, kələğay. Deməli, zərif baş örtüyü deməkdir. Amma onun rəmzi mənası sədaqət rəmzidir, ismət rəmzidir, ondan sonra həya abır rəmzidir. Yəni, bunun çox böyük belə, bunun rəmzi mənaları var. Kələğay deməli, bizdə nədə işlər, xonçaları örtüblər. Gəli gedəndə onda da bu maşınlar zadlar yox idi da, ya atma gedirdi, ya faytonla. Həmən faytonun qabağına, deməli, qırmızı kələğayı bağlayıblar. Gəlin istəyəm ki, ağ kələğayı örtüb. Nişanlaqdır, nişanlaqdır. Qırmızı kələğayının üstündə nişan üzüyü. Özdə nişan üzüyü indi kimi demir, təşkaş gətir, birlərini gətir. Nişan üzü qırmızı daş üzüyü olur. Əzizə xanım Cəfərzadə bu şeyləri bizə çatdırır, Allah ona rəhmət eləsin. O bizim milli adətlərimizi o qədər gözəl çatdırıb ki bizə. Və o yazırdı, deyirdi ki, nişan üzüyünün qaşı qırmızı qaşdır. Bu da onun xoşbəxtliyi rəmzidir. Həmən qırmızı kələğanın üzərinə bir dənə qırmızı qaş üzüyü qoyub, onu təqdim edirlər qızın qız evinə də, qızın nişan üzüyü, nişan örtüyü kimi. Və yaxud da kələğanı deməli, yarışlarda önə çıxan atın boynuna da bağlayırlar qırmızı kələğanı. Qırmızı parçalar var, ama qırmızı kələğayı da bağlayırlar. Xonçalara örtüblər. Və yaxud da ki, xonçanın içinə paya hədiyyə qoyub, kələğayı qoyanda ən dəyərli o kələğayı orada deməli hədiyyə hesab olurdu. Yəni ki, kələğayın sonra nəzir dedilər kələğaydan, niyyət edirdilər. Niyyətləri qəbul olanda onlar kələğaydan nəzir bilmək üçün aparırdılar, imkansıza verirdilər, şikəstə verirdilər. Yəni kələğay bizim həyatımızın ən vacib bir hissəsi olub. Sonra milli paltarlarımızdan xanım danışdı orada sərgidə bizə. Bizim Həmidə Cavanşir olub. Yəqin ki, eşitmişsiniz bunu tarixən. Həmidə Cavanşir. Deməli, Həmidə Cavanşir bizim Türkiyədəki nümayəndəmizin yoldaşı olub. Sonra Cəlil Məmməd Quzuya, ikinci Ərdoğan'ı, o rəhmət edib ona gedib. Deməli, bir dəfə bunu yoldaşıyla Fransaya qonaq çağırırlar. Bu götür qoyur, mən nə geyim ki, Fransada da yaxşı görünsün, nə. Axırda qərarlar ki, milli paltarımızı geyəcəm. Və Həmidə xanım milli paltarımızı geyib. Deyir, bu orada o qədər marağa səbəb olur ki, o qədər böyük marağa səbəb olur ki, da belə, yəni ki, bizim milli paltarımız ən gözəl dünyanın paltarıdır, ən qəşəng paltarıdır. Ha ki, biz bundan unuduruq, uzaqlaşırıq. Bax, belə. Ona görə də kələğayının, yəni, keyfiyyətindən danışım da. Kələğayının keyfi ondan ki, tellərdən asılıdır. Məsələn, 3 tel, 4 tel kələğayı ən qəşəng kələğay hesab olur. Teli az olduqdan o biraz deyilər ki, boşaraqda şadara deyilər olur. Bir də Şamaxıda bir zərbaft olub. İstəyirəm o parçanın da barəsində bunların məlumatı olsun. Zərbaft parça, o da həmən barama ipəyindən toxunub. Amma o parçanın arasında qızıl gümüş tellər gedirmiş. Əgər qızıl 5% olsa, bu yaxşı hesab olunmuş. 10% olsa ən yaxşı hesab olunmuş. 100% olsa yüksək keyfiyyət, 15% yüksək keyfiyyətdir. Və bu parçanı
deməli, yük-yüz eləyirdilər, pəncərə pərdəsi eləyirdilər, qəşəng don giyirdilər, onlar libas giyirdilər və bir də bu o qədər gözəl parça olub ki, bu zərbəft. Bunu deməli, bizə aid olmayan bir dövlətin başçısı, başqa dövlətin başçısına qiymətli hədiyyə vermək istəyəndə gəlib bu Şamaxıdan zərbəft alıb aparırlar. Mən bugünkü tədbir üçün bizim bu gözəl xanımımıza çox-çox təşəkkür edirəm və sizə də təşəkkür edirəm ki, bu gözəl verilişə gəlmişsiniz. Sağ olun. Deməli, Nəzakət xanım o qədər gözəl danışdı ki, bilmirəm indi bunu əvvəlcədən bilirdi, yoxsa məlumatlanıb, fakt olaraq çox gözəl danışdı. Yəqin bildikləri var imiş, biraz da gözəl çıxış etdi, çox möhtəşəm. Deməli, nə demək istəyirəm əziz xanımlar? Mən gördüm ki, xanımlarda kəlağayı var. Azərbaycan xanımları kəlağayını tanımalıdır. Kəlağayının iki yanı eyni cürə olmalıdır. Kəlağayıda tikiş yeri olmamalıdır. Kəlağayı, ən böyük kəlağayı üzükdən keçməlidir. Yəni, kim nə istəsə örpək istifadə edə bilər. 100 cürə örpək var, ancaq kəlağayı başqa bir mövzudur. Ona görə də bunda çox bir ehtiyatlı olaq. Bəzən mən deyirəm, inciyirlər, deyirəm, axı bu kəlağayı deyil. Deyir ki, butası var, gülü var. Naxışlarınla deyil. İlk öncə kəlağayı, onun əsl ipək olmağınla, baramadan əmələ gəldiyinlə ölçüdür kəlağayının kəlağayı olduğu. Bu saat burada zalda nə qədər xanımlar var, hansındakı kəlağayıdır, hansındakı kəlağayıdır, mən onu bilirəm və deyə də bilərəm. Məqsədimiz odur ki, tanıyaq. O işbazlar satış adından alırlar. Kiməsə baxırsa 8 manatlı, 10 manatlı alır, verir, alsın, versin. Ancaq kəlağayı kimi təqdim etmək bu düzgün deyil. Mənə elə gəlir ki, danışdıq, hər şey dedik. Elə bu arada musiqi gəlsə çox gözəl olar. Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin, Şamaxı Rayon Mədəniyyət Mərkəzinin İncə Tellər Aşıqlar Ansamblının rəhbəri, əməkdar mədəniyyət işçisi Ağamurad Şirvanlını dəvət edirəm. Bu yaxınlarda da yubileyi olubdur. Elə Mirvari Dilbazi Poeziya Məclisi adından təbrik edirəm və arzu edirəm ki, elə həmişə saz kökündə olsun. Buyursun ustad. Ana yurdun hər daşına bələdəm. Bulaq varmı bulağına bənzəyə? İnanmıram yad ocağı yüz olsa bir ananın qucağına bənzəyə. Gülə bilməz nəsillərin üzünə, quru yerin astarı nə, üzü nə. Düz gəzirəm Qarabağın düzünə, dağ gəzirəm Şah dağına bənzəyə. Zəlim xan sözünü söylədim mətin, görüşü xoş ayrılığı çox çətin. Nə həddi var əfsanəvi cənnətin, Azərbaycan torpağına bənzəyə. Azərbaycanımızın bütün bölgələrində keçirilən Mirvari Dilbazi Poeziya Məclisinin növbəti, yəni ikinci dəfə Şamaxı rayonunda qonağımız olan Güllü xanım və bu heyətin bütün üzvləri xoş gəliblər, uğurlara tuş gəliblər. Bizim ədəb yurduna, ədəbiyyat paytaxtına, şeyxlər, ozanlar, dədələr, pirlər torpağına xoş gəliblər. Doğrudan da bizim ürəyimiz açılır. Yəni keçmiş toylarda bir saat bəy tərifi olardı. Orada biz İsmət rəmzi olan kəlağaylı bacılarımızı, analarımızı, taxçalı, boxçalı nənələrimizi görərdik. Ona görə var olun ki, bugün Şamaxı rayonunda, Mədəniyyət Mərkəzində növbəti milli kəlağayı, milli geyimlərimizin sərgisi və tədbiri keçirilir. Mən sizə uğurlar arzulayıram və gözəl bir aşıq havacatı ilə, ordu-vadi havası ilə nənələrimizin, analarımızın sevdiyi bir mahnı ilə salamlayıram. Ay qız sənin nə vaxtındır kəsilib qısa tellərin,
saklarsan bunu, gümüş bilək Naziyəli, axşam sabah səhər yeri, Quranda yəsət ellərim, Quranda yəsət ellərim, oradan ağar barızından, alma heyvan arzusundan. Ələskər tək yalıcından, ələskər tək yalıcından, Bakıldır yasaq ellərim, sənin aqarat ellərim, sənin aqarat ellərim. Ay çövrəldən bahar coşduran, məni sərf eyləyən qışla gözəldir. Ürəyin daşını demə insan, duymağı bacarsan daş da gözəldir. Bir gözəl çıxanda çəmənə düzə, bir ver yanara nəzər sal üzə. Gözəllik baxmır əyriyə düzə, yeməşi əyridir, qaşda gözəldir. Vallah çalağayımız hamısından gözəldir. Aman, aman ey. Yalvan qıygazı, üstündən ey, basat ellərin aman, ay olsun, bulud ötsün ay olsun. O vaxt bəy tərifində aşığın sazına çalağay xələt verərdilər. O çalağayla aşıq ağamına da şirin bir yadigar olarak pay olsun. Deməli o vaxtı aşıqlar əgər yaxşı ifa edərdilərsə, onun sazına bax beləcə kəlağayı bağlayardılar. Usta, siz Allah, bax bu yaşa gəlib çatmışsınız. Heç sazınıza kəlağayı bağlanmışdı. Çox and olsun Allaha. Nəzakət xanım da gözəl bilir. O vaxtı bir saat yarımlıq bəy tərifi mərasimində səhər tezdən o taxtalı, boxçalı nənələr qapını döyürdü, əllərində pul deyirdi ki, aşıq. Növbəti toyda o çalağaylar bizə lazım olacaq. O pullarla bizdən alırdılar o çalağayını. Bax elə mən ona görə soruşurdum, o kəlağayları neynədiniz, elə hamısını satdınız mı? Muzeyə də təhvil vermişik, yadigarda saxlamışıq. Bunun da bir nəvəm var, mənə and verdi, çünki keçən tədbirdə vermədiniz. İndi də verməyəcək, amma cəmaatın müşahidliyinə, cəmaatın şəhadətliyinə mən onu sizdən aldım. Halalınız olsun, mübarəkdir, nəvənizi təbrik edirəm. Çox sağ olun. Usta, bir telli saz havalandı nə gözəl. Unutmaya, əhdi andı nə gözəl. Məclisimiz nağıllandı nə gözəl. Havalandım havasına bu sazı. Güllü yılda, bu saz sənə həyandı. Dinlədikcə çox muraz boyandı. Aşıq, bax bu görüşdə, ömrüm nura boyandı. Havalandım havasına bu sazın, havasına bu sazın. Yaşasın sazımız, sözümüz kəlağayımız. Deməli mənim əzizlərim, bugün Bakıdan mənimlə bərabər gələn əziz qonaqlarımız var. Onlardan biri keçmiş sabiq deputat, əmək qəhrəmanı, prezident təqaüdçüsü, Ulu Öndərin mənəvi qızı, tanınmış mexanizator Tərlan Musayevadır. Nizami Gəncəvi yazır ki, sanki bir pəridir, pəri yox bir ay. Qəhrəman bir qızdır başda kəlağay. Dirilik suyudur gözü qapqara, gecəni qərq edir aytək nurlara.
bugün Şamaxıda, bax bugün düzü elə günəşə qərq eləyəcək bizim gözəl Tərlan xanımız. Bizimlə bərabər Şuşada sazlı sözlü Kəlağayı günlərində olub, Naxçıvan Muxtar Respublikasında olub, Gürcüstanda olub və hər yerdə, hər zaman ehtiramla qarşılarım. Mənim əzizlərim, gənclərdən tanıyan olmasa da, evinizə dönəndə bir ağsaqqallardan, ağbirçəklərdən soruşun. Deyin, bugün Şamaxının qonağı Tərlan Musayeva idi. Onlar sizə deyəcəklər, Tərlan Musayeva kimdir? Buyursun Tərlan Musayeva. Xoş gördük. İlk öncə əziz Şamaxı qadınları, Şamaxı qızları, Şamaxı gəlinləri. Çox şadam ki, bugün mən sizin görüşünüzə gəlmişəm. İlk dəfədir doğrusu. Respublikamızın hər bölgəsində olmuşam tədbirlərdə. Ancaq düzün deyim ki, Şamaxıda birinci dəfədir oluram. Və Güllü xanımdan mən xahiş elədim ki, Şamaxıda Kəlağayı festivalımızın deməli, növbəti tədbiri keçiriləndə məni də apar, Şamaxılılarla görüşdür. Mən Şamaxıya özüm təklikdə gəlmişəm, istirahət üçün, gəzmək üçün, ancaq heç vaxtı tədbirlərinizə iştirak etməmişəm. Doğrusu mənim üçün çox xoşdur bu görüş. Bu görüş mənim üçün eyni zamanda müqəddəs bir görüşdür. Bilirik ki, adından göründüyü kimi Kəlağayımızın milli örtüyü olan Kəlağayımızın təbliği, onun daşınması, onun yaşanması, onun yenidən sandıqlardan çıxarılıb gənclərimizin, qadınlarımızın, qızlarımızın oyununa, başına örtülməsi bizim qarşımıza qoyduğu məsələlərdən biridir. Mən də Mirvarid Dilbazi İctimai Birliyinin bu layihəsini, Poeziya İctimai Birliyinin bu Kəlağayı festivalının daşıyıcısı olan Güllü xanımın bu layihəsinə qoşulmuşam və Respublikamızın müxtəlif güşələrində bu tədbirlərdə iştirak etməyə həmişə özümə boş bilmişəm. Niyə? Ona görə ki, milli dəyərlərimizi sevən bir qadınam, milli adət ənənələrimizə dəyər verən bir insanam. Mənim az yaşım yoxdur, yəni ki, yaşıdlarım bilir. Burada oturanların çoxu mənim evladlarım yaşındadır. Ancaq mənim Kəlağayların o dəb vaxtda olan vaxtları mənim gözümün qabağındadır. Biz onlardan istifadə etmişik, nənələrimizin, analarımızın örtdüyünü görmüşük və hər bir Kəlağayının rənginə görə qadınlarımız onu örtdüyünü görmüşük. Evdə anamın qızılı Kəlağayısı olub, nənəmin qara Kəlağayısı olub, gəlinimizin soğanı Kəlağayı olub, yaxud da ki, belə ağ Kəlağayı olub. Bunlar yaşlara görə, eyni zamanda nar çiçəyi rəngi indi aşığımızın sazına bağlandı. O Kəlağaylar körpə uşaqlarımızın olubdur. Mənim nənəm Sacı Novruz bayramında elə Kəlağayı örtərdi mənim başıma ki, uşaqlar qırmızı geyinməlidir və başımıza o Kəlağaydan örtərdi. Törəmə Kəlağayı, yəni belə qısalarında, böyüklərin yox, böyükləri örtərdi. Bu mənim yadımdadır uşaqlıq dövründə, yəni bu Sovetlər dövründə Kəlağayımızdan istifadə olunurdu. Müstəqillik dövrümüzdə artıq Kəlağaylar moddan düşdü. Biz əksinə milliliyimizi qorumaq, yəni ki, müstəqilliyimizi qoruduğumuz kimi biz milli adət ənənələrimizi də qorumaq əvəzinə bizim elə birinci bu milli Kəlağay, milli başörtüyümüz yaddan çıxdı. Və bunlar dağıldı, nə bilim, itirildi, nə bilim, sandıqlara qoyuldu. Heç kəs qədirsiz bir şey kimi artıq bu qadınlarımızın üzərindən yığışdırıldı. Mənim anamın Kəlağayısı evdə qaldı, mənim nənəminki qaldı, mənim bibimki qaldı. Mən onları bir 70-80 yaşı olan Kəlağayı kimi Güllü xanıma etibar elədim, onun muzeyinə etibar elədim ki, mən bilirəm ki, sən onu muzeydə məndən də gözəl baxasan, məndən də gözəl ona qayğı göstərəsən. Yəni, bunlar bizim nənələrimizin əmanətləridir, yaşlı nəslimizin əmanətləridir, biz bunları qorumalıyıq. Və keçmiş bilirik ki, Kəlağaylarımız bizim hərəsi bir izi orada, yəni ki, qıraq xaşiyələri, rəngləri, naxışları hərəsi başqa-başqa olubdur. İndi butalar dəb olubdur. Ən çox əsasən yelənli Kəlağaylarımız daha çox dəb olubdur. Güllü xanım bunun araşdırmacı və daşıyıcısı olduğu üçün, təbliğatçısı olduğu üçün o bu çeşidlərinə görə qıraqdan baxan kimi deyir ki, bu Şamaxı Kəlağayısıdır, bu Şəki Kəlağayısıdır, bu Baqqal, yəni ki, İsmailli Kəlağayısıdır. O hamısını bilir. Biz bilməsək də o bilir. Kim hansı Kəlağayı hansı yerlərdə ötürüb, yaxud da Kitaylar indi hazırlayıb, gətirib
Respublikamızda yayıbdır. Yəni bu kəlağaylarımız, biz kəlağay dedik, onlar baş örtükləridir, amma qızlarımız istifadə edirlər. Yəni elə adamlarda var ki, bu kəlağaylar yoxdur da demək olar ki, onlardan istifadə olunur. Çox sevindirici bir işdir ki, 3 illik, 4 illik Güllü xanım bu missiyanı yerinə getirir. Kəlağayının təbliği ilə məşğuldur. Həm birinci, həm ikinci, həm deməli yaxın vaxtlarda bu biz indi keçirdiyimiz ki bu layihə var. Bu da bizim 3-cü Kəlağay festivalımızın davamıdır. Bölgələrimizdə yenidən biz bölgələrimizdə bunu keçirdəndən sonra da sonunu Bakıda yekunlaşdırırıq. Hər yerdə Kəlağayımıza böyük məhəbbət var, diqqət var. Deyim ki, belə istək var. Gənclərimizin küçələrdə artıq Bakıda mərkəzdə də gedəndə görürük ki, çox maraqlıdır gənclərimiz, tələbələrimiz, boynlarını salıblar, başlarını örtüblər. Bilirsiniz, bu bizi o qədər sevindirir ki, deməli gənclər maraq göstərirsə, gələcək nəsillərə ötürmək olacaq bizim bu milli yaylıq baş örtüklərimizi. Mən milli indi geyimlərimizdən də söhbət getdi burada. Orta Asiyada çox olmuşam. Orta Asiya xalqları öz milli geyimlərini şəhərdə də sərbəst geyinib gəzirlər. Özbəklər, taciklər, gürcülər, nə deyim, türkmənlər. Amma bizdə bir nəfər geyinib onu küçədə gedəndə deyirlər ya rəqs oynayandı bu, ya nə bilimdir də, nəsə bir tədbir keçirdəndir, teatr işçisidir, kino işçisidir, ya rəqs işçisidir. Yəni bizdə yoxdur. Amma çox istərdik ki, bu milli geyimlərimiz də dəbə düşsün. Bizim gözəl milli geyimlərimiz olubdur. Özdə hər zonanın, hər ərazinin özünün qadınlarının geyimləri olubdur. Dağ rayonlarının dağ geyimləri olubdur. Qarabağ zonasının xanımlarının başqa geyim formaları olubdur. Şamaxı geyimləri olub, Bakı geyimləri olub. Yəni çox gözəl geyimlərimiz olub. Əlbəttə, elə başa düşürəm ki, bəlkə vaxt gələcək, bu geyimlərimiz də müasirləşəcək, bu geyimlərimiz də dəb olacaq, ona da meyillik yaranacaq. Bugün yəni biz hələ ki baş örtüyümüz, papağımızdan, kəlağayımızdan danışırıq. Kəlağayı bir baş örtüyü deyil, mən sizə deyim bunu. Yəni bunu Güllü xanım mən həmişə deyirəm, bizdən daha çox bilir kəlağayının funksiyalarını, amma mən də yadımdadır ki, şəxsən mənim öz xeyir işimdə anam bir 20 dənə bu törəmə kəlağaydan almışdı, bu qırmızıdan. Bunları o vaxtda maşınlara bağlayırdıq da bilirsiniz, toy maşınlarına. Yaxud da ki, bəyin sağ qoluna, sol qoluna bağlayırdıq. Yaxud da ki, bəyin sağ dişi, sol dişi olurdu, bəyin sağ dişinin qoluna bağlayırdıq, sağ qoluna, sol dişinin sol qoluna. Yəni cavanlar var ki, bunları görməyib, amma elə biləm ki, elə yaş dövrünün burada insanlar oturub ki, bunları bilir. Yaxud Novruz bayramında, o vaxt indi daha hamı yaddaşıb, heç qohum-qohuma da getmir. Qonşu-qonşuya deyir, yəni, mənim misal üçün evdə qoca nənəm vardı, deyir, ən azı bir 7 qapıya pay getməlidir Novruz bayramında. Biz qonşulara pay aparırdıq, yəni düzəldirdik, xonça düzəldirdik, bundan örtürdük üstünə qırmızını. Yəni onun üstünü örtürdük, o şirniyyətin, o bayram, yəni ki, nə olurdusa da yeyinti şeyləri, üstünü örtərdik, aparardıq biz qonşuya. Qonşu da eyni zamanda bizə pay gətirəndə heyl olardı. Yaxud nişanlı qızlara xonça gedərdi, bu kəlağayı örtülərdi üstünə. Yaxud qurban bayramında qurban gedərdi nişanlı qıza, onda qırmızı bağlanardı qoyunların boynuna, toy qoyunlarının, qurban qoyunlarının boynuna bağlanardı. Bu demək nə idi? Toy nişanəsi idi, şadlıq nişanəsi idi belə şeylər. Yaxud gəldi, yəni ki, qara günlərimiz üçündə o kəlağaylarımızdan bizdə istifadə olunurdu. Bir yas düşərdi, bir darvazıya qara kəlağayı bağlanardı. Yaxud da ki, qəbir üstə gedərdik, baş daşına bağlanardı. İndi olmasın, uzaq olsun evlərimizdən. Yəni, bu o vaxtın adətləridir ki, qara kəlağayı da yaşlı nəslinin eyni zamanda üz örtüyü elənərdi bu rəhmətə gedənlərim üçün. Bunu yəqin ki, mən yanılmıram da, bunu mən belə görmüşəm. Biz qara kəlağaydan bu şəkildə istifadə eləyirdik. Kəlağayı eyni zamanda sədaqət rəmzidir. Bir qız bir oğlana, bir kəlağayını öz baş örtüyü olan kəlağayını verərdisə, o ona öz sədaqətini, öz eşqini, ona, yəni onun olacağını bir işarə idi. Yəni o oğlan bilirdi ki, artıq o qız ona söz veribdi, onun qapısına elçi göndərərdi. Yaxud tutaq ki, bir iki nəsil qanlı olardı, dalaşardı. Onda görərdin ki,
Bir qadın kələğayısını atar o ortalığa, o iki dalaşanın, o qanlı nəslin barışığına səbəb olardı bu. Bilirsiniz, bunun böyük mənaları var bu kələğayının. Ona görə də biz kələğayını bir baş örtüyü kimi qəbul etməməliyik. Kələğayının mənaları böyükdür. Bunları yaşada yaşlı nəslimiz gətirib bu vaxta çatırıbdır. Mən minnətdaram bugün Güllü xanıma və yeni deyirəm, bu missiyanı ki, bölgələrimizdən, Respublikamızın bu başından o başına, misal üçün bunu təbliğ edir bu baş örtüyümüzü. Hətta deyim ki, Naxçıvana getdik biz. Naxçıvanda da Güllü xanım o qədər gözəl, misal üçün təbliğ elədi. Gənclərimiz, qadınlarımız o qədər bunu səmimi, gözəl qarşıladı ki, orada da bütün hamı sizin kimi bax belə kələğayı örtüb gəlmişdi, çiyinlərinə salıb gəlmişdi. Gürcüstanın özündə soydaşlarımız yaşayır. Hamısı bugün orada kələğaydan istifadə eləyir. Və Güllü xanımın Gürcüstanda bizim Marnan rayonudur da, orada çay evi deyilən yer var, orada qəşəng kələğayımıza aid güşə yaradıbdır. O güşəni orada göz bəbəkləri kimi qoruyurlar onlar. Mən sizə, yəni ki, çox danışdım, üzr istəyirəm. Kələğay haqqında çox danışmaq olar, heç qutarmaz da. Mənim üçün xoş oldu bugün, uğurlar arzulayıram Güllü xanım bu layihənizə, uğurlar arzulayıram hər birinizə. Arzu edirəm ki, kələğayımızın bax belə qədrini biləsiniz, hər zaman üzərinizdə daşıyasınız. Çox sağ olun Tərlan xanım. Deməli, bir gün xalq şairi Nərman Həsənzadə ilə görüşməli idik. Tərlan xanımla gənc vaxtlarında görüşləri olubdu. 39 ildən sonra nəsə təsadüf elə gətirdi ki, Tərlan xanımla mən getdik Nərman Həsənzadəgilə. İçəri girəndə Nərman Həsənzadə dedi, bizə dayanın, mən Tərlanın şeirlə qarşılayacağım. Və dedi ki, əzizim mehribanım, bir nəğmə qəhrəmanım, Tərlan bacım, Tərlanım, bizə xoş gəlib, xoş gəlib. Rəhmət ulu öndərə, nə ola, qayda gələ görə, Tərlan xoş gəlib, xoş gəlib. Tərlan xanım bugün Şamaxıya xoş gəlib, mənim əzizlərim. Çünki Həcərlərin nəvəsidir, nüşabələrin əvəzidir Tərlan xanım. Tərlan xanım kimi qəhrəman qadınlar, əmək qəhrəmanı, insanlığın qəhrəmanı qadınlar bugün gənc nəslə şəxsən mənə bir örnəkdir. Mən indi sözü vermək istəyirəm Aşıq Rıza Məmmədova. Deməli, mənim əzizlərim, Aşıq sənəti 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil olubdur. Və bugün saz sənəti çox gözəl təbliğ olunur, çox gözəl təqdim olunur və bunda da bizim aşıqlarımızın rolu böyükdür. Ulu Dədə Qorquddan üzü bəri bu günümüzə qədər gələn sənət aləmində və bu günümüzün işığında saz sənətini gözəl yaşadan sənətkarların biri də Aşıq Rıza Məmmədovdur. Sizin alqışlarınızla buyursun. Azərbaycan torpağının səfası var, şəfası var. Azərbaycan torpağının səfası var, şəfası var. Ətəri göy dağlarının, ətəri göy dağlarının. Başın dayan çalması var, başın dayan çalması var. Başın dayan çalması var, başın dayan çalması var.
sağ olun, çox təşəkkür edirəm. Mənim əzizlərim, bu Kəlağayı elə əlimdə tutmaqda məqsədim var. Deməli, keçmişdə və 44 günlük vətən müharibəsinin başlanğıc gününə qədər Kəlağaylarımız butalı, güllü, xallı, belə olurdu. Ancaq indi, bax, bizim zəfər simvolumuz olan xarı bülbüllər həkk olunubdur. Bu da çox qürur vericidir və hər zaman şəhidlərimiz xatırlanır. Baskal qəsəbəsindən rəhmətlik Mürşid Talıbovun əl işidir, muzeyimizə hədiyyə verdikdir. Mən bunu Sankt-Peterburqda, Moskvaya qədər apardım və mən deyərdim ki, Kəlağaylarının ən gözəlidir. 44 rəqəmli də üstünə yazıbdır və 44 rəqəmi hər şeyi burada deyir. Vətənin qeyrəti, qüruru, şəhidlərimizin müqəddəsliyi, qazilərimiz hamısı da burada tərənnüm olunur. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizin də sağlamlıqlarının bərpa olunmağını arzulayıram. İndi isə mən səhnəyə Mirvarid Dilbazi Poeziya Məclisi İdarə Heyətinin üzvü, şair Səringül Sadəni dəvət edirəm. Bakıdan bura qədər bizimlə bərabər yol gəlibdir. Və Səringül Sadənin də çox gözəl şeiri var, gözəl bayatlar müəllifidir. Şeirlərinin birində yazır ki, 100 yol keçirmişəm üzükdən səni, zövqümü dünyaya yay Kəlağayı və bunlar nəsilliklə şairdir. Qardaşı İladi Öməroğlu isə deyir ki, Kəlağayı millidir, butalıdır, güllüdür, dünyamıza bərlidir, Kəlağayı bizə xas, müqəddəsdir bu miras. Bacısı Səadət Buta isə deyir ki, nənələr başının ismət örpəyi, nişanlı qızların qismət örpəyi, qan qada yatıran qeyrət örpəyi, ağ, yaşıl, qırmızı, sarı Kəlağay. Buyursun Səringül Sadə. Sabahda Azərbaycan televiziyası Kəlağayı haqqında gözəl bir film çəkəcəkdir. Elə Səringül Sadənin ocağında və bütün gördüyünüz Kəlağaylar inşallah bu yaxın zamanlarda Azərbaycan televiziyasında bir film kimi izləyəcəksiniz. Buyurun Səringül xanım. Mənim canlarım, mənim əzizlərim, sizi görmək mənə çox xoş oldu. Mən Şamaxıya 1989-dan gəlib gedirəm, Çarxanda bizim yaxınında tanışlarımız var idi, savxozda. Mən Şamaxılıları canım qədərinə sevirəm. Əzizlərimsiniz, canımsınız, xoş gəlibsiniz, safa gətiribsiniz. Kəlağay haqqında zadda Gül xanım danışdı, hamı danışdı, mən danışmaq istəmirəm. Mən sizə bir-iki bayatımdan deyəcəm, bir də bir şeirin icazənizlə. Deyirəm, yer göyə yetər eşqim, səhv yerə bitər eşqim, min düşməni kül eylər, təh bircə vətən eşqim. Adı bizə ünvandır, özü ürəkdir, candır, Əli Zəfər bayraqlı İlham Azərbaycandır. Hasarı, dərd-evi qəm, hasarı fələh vuran yaranın kəsməz, qanı hasarı. Gülə sarı, dər, gülü gülə sarı, könlüm bülbülə dönüb, burnu xor, gülə sarı. Bir şeir də deyib, qutarayım sizdən, var o. Yadımdan çıxan yeri var. Şəfəq çələngimsən, göy qurşağımsan, Günəş Kəlağayım, ay Kəlağayım. Ərkimsən, ədamsan, yaraşığımsan, zövqümü dünyaya yay Kəlağayım. Göylərə qaldırır qürurun məni, camalın bəzəyir çölü, çəməni, 100 yol keçirmişəm üzükdən səni, olmadın min şala tay Kəlağayım. Qədimdən vətənin Azərbaycandır, büküb bələdiyin ruhu sağcandır, eşqiyim odunda səringül yandı, kaş mən tək yana nay Kəlağayım, hər qıza gərinə pay Kəlağayım. Kəlağayım alyaşır, baxanda göz qamaşır, mən ona yaraşıram, o da mənə yaraşır, var olun. Sağ olun, çox xoş oldu. Sizlərlə bir daha görüşməyim, var olun. Çox sağ olun. Səringül xanımın Kəlağayısı da çox qədimidir, çox gözəldir, innabıdır, həm xallıdır, həm də güllüdür. Çox gözəldir. Bax, bu qədimi Kəlağayları üzərə çıxarın ki, sandıqlarda saxlamayın. Görək ki, necə Kəlağaylarımız olubdur bizim. İndi isə çıxış edir Azərbaycan Aşıqlar Birliyinin üzvü, ustad, sənətkar
medalı ilə təltif olunmuş Aşıq İxtiyar Qocayev buyursun. Mən elə Şamaxıdan bu məkandan Məhərrəm Qasımını da salamlayıram. Sazımızın çox dərin bilicisi, çox gözəl təbliğatçısı və aşıqların təqdimatında, bu təbliğatında Aşıqlar Birliyinin çox böyük rolu var və Məhərrəm Qasımlının meydanında naşı aşıq ola bilməz. Buyursun aşığımız. Hər vaxtınız xeyir olsun, əziz qonaqlar. Mən də bütün qonaqları salamlayıram. Güllü xanım, xoş gəldiniz Şamaxıya. Sizi burada görmək bizim üçün çox xoş oldu. Və ona deyim ki, sosial şəbəkələrin Avropaya inteqrasiyanın və süni intellektin tuğyan edən bir vaxtında siz ki, bizim bu milli adət-ənənələrimizi, milli dəyərlərimizi, milli geyimlərimizi qoruyub saxlayırsınız və bunu təbliğ edirsiniz. Sizə dərin təşəkkürümüzü bildiririk. Çok sağ olun. Bu gördüğünüz kalağaylar geçmişin o yaylığı deyirlər, cib yaylığı. Bunlar da görürsünüz çok nadir kalağaylardır. Heç indi istehsalı da yoktu. Ancaq muzey üçün əldə eləmişik. Deməli o vaxtı bunlar zəngin insanlar. Mən deyərdim ki, o kişilər hətta yağlı yemək yeyəndə belə bığlarını, tərlərini bununla silirmişlər.
Bu artıq kəlağayı deyildi. İpəkdən yaylıqdır bu. Mənim ipək yaylığım var, almağa gəldim. Gözəl, bu həmin bax o ipək yaylıqlardır, bu gördüyünüz xırda yaylıqlar. Mən indi sözü vermək istəyirəm. Şamaxı rayon Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Pərvin Şirəliyeva xanım. Pərvin xanım. Hə, buyursun Pərvin xanım. Mən də hamını salamlayıram. Şamaxının gözəl xanımlarını, Kəlağayı ilə görsənən, xüsusilə gözəl xanımlarını salamlayıram. Və bu tədbiri... Mən sənə Kəlağayını belə yox, bax belə yaraşadırarsan. Deyir ki, Azərbaycan xanımlarının Kəlağayı başında bir yaraşıq olmalı. Siz Allah, bax, indicə gözəlidir, yoxsa indi? Görürsünüz, bax, bu halınıza alqış dedilər. Salamlayıram hamını. Kəlağayı ilə gözəl görsənən, xüsusilə Şamaxının gözəl xanımlarını salamlayıram. Və bu tədbirin ərsəyə gəlməsində Mirvari Dilbazi Poeziya Məclisinin rəhbəri Güllü xanımı və bütün bizim Ağbirçək xanımlarımıza Kəlağayı haqqında danışdıqları çox gözəl sözlərə görə təşəkkür edirəm. Siz ki, Kəlağayıya layiq və özünüzə layiq çox gözəl şəkildə təqdim etdiyiniz üçün, müxtəlif bölgələrimizdə təbliğ etdiyiniz üçün sizə mədəniyyət işçiləri arasından, Şamaxı rayon mədəniyyət işçiləri adından xüsusi təşəkkür edirəm. Burada məndən böyük xanımlarımız o qədər gözəl sözlər dedilər Kəlağayı haqqında. Heç bilmirəm mən nə deyim. Sadəcə burada tabloda diqqətimi çəkən Kəlağayı haqqında bir neçə cümlə oldu. Xüsusilə Şamaxı geyimlərinin o tabloda olması bir qürur verici məsələdir. Burada da Nəzakət xanımın sözünə qüvvət vermək istəyirəm. Bu təsadüf deyildir. Şamaxı geyimlərinin olması Şamaxının məhz 1000 ildən artıq paytaxt olan Şirvanşahların paytaxtı olan Şamaxının Böyük İpək yolunun üzərində yerləşməsi, Şamaxı geyimlərində və poçt markalarında Şamaxının geyimlərinin istifadə olunması həqiqətən də hər daşı, hər diyarı tarix olan Şamaxı üçün çox qürur vericidir. Məhz də Şamaxının adına layiqdir bu məsələ və buradan Kəlağayı haqqında sadəcə bir cümlə demək istəyirəm ki, həqiqətən Kəlağayımızın 2014-cü ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi, düşünürəm, Kəlağayıda əziyyəti olan Azərbaycan xanımının, xüsusilə xanımının vurğulayım, Azərbaycan xanımının beynəlxalq aləmdə onun əziyyətinin və zəhmətinin xüsusi qiymətləndirilməsidir. Və bunun üçün də dövlətimizin həqiqətən bu işdə çox böyük zəhməti və əziyyəti vardır. Eyni zamanda qədim geyimlərimizin, Kəlağayı başda olmaqla Azərbaycan qadınının bir incəliyini göstərən, nümayiş etdirən bu Kəlağayının bu cür gözəl şəkildə təbliğində sizə bir daha xüsusi təşəkkür edirəm. Belə gözəl xanım ola bilməz bir şeir bilməsin. Şeir Azərbaycan haqqında bəlkə deyə bilərəm. Şeir. Azərbaycan mayası nur, qayəsi nur ki, hər daşında alov dilli ox ola bilər. Azərbaycan deyiləndə ayağa dur ki, ana yurdun ürəyinə toxuna bilər. Azərbaycan qayalarda bitən bir çiçək. Azərbaycan çiçəklərin içində qaya mənim könlüm bu dünyanı vəsf eyləyərək Azərbaycan dünyasından baxır dünyaya. Oğulları kür gəzdirər biləklərində, oğulların göz ateşi gözəl əridir. Azərbaycan səhərinin bələklərində qütb ulduzu, dam ulduzu gözəlləridir. Səməd Vurğun nə yazır? Yazır ki, gecənin sarvanı oldu zoay, gecənin sarvanı oldu zoay, anamın örtdüyü bağ, bu sarı Kəlağay. Gözündə qalmışdı ömrün uzunu, bəlkə də şairin taleyidir bu. Bax, bu məşhur Kəlağay, həmin o Səməd Vurğun dediyi sarı Kəlağaydır. Ona görə də bax, nənələrimiz bax, gündəlik Kəlağay kimi bu Kəlağayını istifadə edirlər. Bu çox tarixi bir Kəlağaydır. Biz gedənə qədər istifadə edin. Çox sağ olun. Hədiyə deyil də. Sağ olun. Deməli, mən indicə burada baxdım ki, mən dedim ki, Kəlağaylar var özü, Kəlağaylarının var özü olmayan bir xanım Kəlağaysız oturmuşdu. Məncə gözümdən yayınmamışdı. Sonra gördüm ki, Kəlağayda söhbət gedəndə çantasını belə oradan
axtarışa keçdi və bir gözəl kəlağayı çıxartdı. Az qala ağlımı başımdan aldı bu kəlağayı. Görün bunu saxlamaq olar çandı. Görün örtdüyünə bir baxın. Buna bir baxın. Hələ bağlayıb, heç kəlağayı da deyil. Bu gözəl kəlağayını ört bir keçmişimizi yada sal. Gəlin görün xanım bura. Adınız nədir, özünüzü təqdim edin. Ay gözəl Mehriban xanım, gəlin görün bura. Qoydursun, heç nə olmaz. Bunu da onun üstündən atarsınız. Bunu niyə saxlayırsınız çantanızda? Bu gözəllikdə kəlağayını. Məni öldürürsünüz. Valla bu gözəlliyə baxmaq lazımdır. Buna bir baxın. Ağ zəmin kəlağayıdır. Yeləni də görün nə gözəl. Bəzi yelənlər nazik olur. Bunu yelən bir örtün başınıza. Nə olar Azərbaycan xanımları? Bax, özünüz də yaraşdırın ki, qız gəlinlər də bax, beləcə özlərinə yaraşdırsınlar. Siz Allah nə gözəldir. Azərbaycan xanımını vallahi bu kəlağaylar daha gözəl, daha əzəmətli göstərir. Özü də inanın mənə, heç bir içində milli ruh olmayan, əxlaqı olmayan, üzr istəyirəm, tərbiyəsi olmayana bu kəlağayını örtdürə bilməzsiniz. Harada bir qadında kəlağayı gördünüzsə, bilin ki, onda ulu nənələrimizin ruhu, isməti, abırı, həyası var. Kiməsə bir örtmədisə, o qaçdısa, bax, o çox çətindir, qaçmayın, qurban olun, yaxınlaşın, görün nə gözəldir, nümunəvidir, əzəmətlidir, haqdır, ədalətdir, barışdır, sülhdür. Qan düşəndə ayaq altda sərirsən, onun üstündən keçmirlər, qaş üstə qoyub barışa yol verirlər. Ona görə də bax, bizim məqsədimiz budur. Bax, gözəl xanımlar, inanın, mənə bələd olanlar bilir, qarış-qarış gəzirəm, biri deyir dəlidir, biri deyir səydir, biri deyir bunun evi eşiği yoxdur mu? Bu qədər rayonlara gedir, gəlir. Yəqin ki, çox qazanır, ya da belə də fikirləşirlər ki, bu o qədər qazanır ki, bu böyük yola çıxıbdır. Mənim əzizlərim, inanın, bu yolda nə qazanç var, bu yolda nə pul var, bu yolda əziyyət var, zülüm var, tər var və burada Azərbaycan xanımlarının isməti var, qeyrət var. Bu yola tab gətirmək də çətindir. Ona görə də hamınızın qarşınızda bir baş əyirəm. Kəlağayı deyib gəlmişsiniz, nənələrimizin ruhu deyib gəlmişsiniz, ulu yurdumuza sədaqət deyib gəlmişsiniz. Bax, o Azərbaycanın ən gözəl oğlanları, Azərbaycan xanımlarının bu isməti uğrunda canlarından keçdilər. O papaqlarımız uğrunda canından keçdilər. Mədət Məhbub yazırdı ki, bu millətin torpağıdır Qarabağ, bu millətin torpağını qaytarın. Bu millətin papağıdır Qarabağ, bu millətin papağını qaytarın. Vallah papağımız əldən getmişdi. Papağımız özümüzə qayıdıb. Kəlağayımız özümüzə qayıdaq. Gəlin bir olaq, gəlin bərabər olaq, gəlin bir-birimizi sevək, uzaq düşək o xarici ədəbdən, toylarımıza diqqət verək. Toy nədir? Mənəviyyət, millilik. Toylarımız millidirmi? Millilikdə nə əsər aləmət var? Nə gündədir qız gəlinlərimizin geyimi? O gözəl geyimlərin üstündən vallah bir kəlağayı olsa Azərbaycan cənnətə dönər. Mehriban xanım, təşəkkür edirəm, var olun. Siz Allah, məndən sizə əmanət. Bax, siz beləcə istifadə edin ki, bax, bu gözəl xanımlar da sizdən örnək götürsün. Qaynanamın yadigarıdır. Yəni ki, hamının bazarlıqlarında, yəqin ki, şabaxıların hamısında olur. Bu da mənim qaynanamın mənə verdiyi hədiyyət ki, qoruyub saxlayırım. Hələ bundan da gözəlim var. Evimdə saxlayıram onu da. Mehriban xanım, dediniz də, bax, qoruyursan, qaynanana məhəbbət göstərirsən, eşq olsun, sədaqət göstərirsən, yadigar olaraq qoruyursan, bax, bunun qorunduğu qədər də, bax, belə təbliğ olunmağı vacibdir. Çıxarın sandıqlardan kəlağayını. Oldu, təşəkkür edirəm, çox sağ olun. Əziz Şamaxılılar, həyə paylananda o mənim oldu. Mən onun, o mənim əvəzim oldu. Cehizlər içində cehizim oldu, kəlağay gəlinlik yaşımda mənim. Bir saz havasıdır, bir saz havasıdır, səsim, harayım. İstərəm səsimi ellərə yayım, ağ bulut, göylərdə ağ kəlağayım, yel vurur, yellənir başımda mənim. Mən ki kəlağayı başıma saldım, ucalar yanımda qalxdım, ucaldım, güllüyəm, dərsimi anamdan aldım. Ana torpağımda, daşımda mənim. Deməli, mənim əzizlərim, Azərbaycan televiziyası Kəlağayı muzeyinin çəkilişə gəlib, anam da bizdədir.
Qazağın Kəmərli kəndində yaşayırıq. İndi soruşdular ki, anadır da, bir müsahibə alaq. Dedilər, ana, bu necə oldu ki, sizin qızınız belə Kəlağayını təbliğ edir, Kəlağaydan danışılır. Siz Kəlağayda nə danışa bilərsiniz? Dedi, vallahi anası mənəm, mən heç nə danışa bilmərəm. Mən Kəlağayı nə örtməmişəm, nə də görməmişəm. Mən qaynanamda görmüşəm. Və sonra mən təbliğat, özüm araşdırma apardım, gördüm ki, anam düz deyir. Artıq anam günün vaxtında o zərli şallar, festival şallar, o Sovet vaxtında milli dəyərlərimizdən bizi uzaqlaşdırmaq üçün xaricdən gələn şalları qız gəlinlərimizin başına yaraşıq kimi qondardılar. Ancaq lazım deyildi, o yol davam etməli idi. Qırıldı və həmin o qırıq bugün, o gündən bugünə canlanır və bugün bizim hamımızın boynumuzun borcudur bu gözəl Kəlağayları təbliğ edək. İndi isə yenə sözü, meydanı saza veririk. Aşıq Elməddin Qocayev buyursun. Aşıq İxtiyar bəyin oğlu. Gör nə gözəldir, saz ailəlikcə təbliğ olunur. Buyurun. Eşq olsun, dayan bir getmə görüm. İxtiyar qardaş, gəlin görüm. Deməli, tədbirdən öncə İxtiyar qardaşla söhbət elədim. Çox böyük fəxrlə dedi ki, mən Göyçədənəm. Ay qız, sənin nəvədəndir, kəsilib qısa tellərin, Kəlağayı əlvan qiqacı üstündən basa tellərin deyən, elə dədəs, Ələsgər ruhuna Şamaxıdan salam olsun, Qərbi İrəvana, Göyçəyə salam olsun.
Qədim yurt yerlərimiz hər zaman qəlbimizi titrədir bizim. Saymadım, bilmirəm neçəli dərdim. Bəlkə də ürəkdə haçadı dərdim. Dərbənddir, Təbrizdir, Göyçədir dərdim. İtib üzüyümün qaşı gəzirəm. Və biz o gəzdiyimiz, axtardığımız yerlərə inanıram ki, gedəcəyik. Elə Göyçə dediniz, bugün bura Qərbi Azərbaycan Göyçə havasını gətirdiniz. Var olun. Qərbi Azərbaycan qədim yurt yerlərimizin biri olmaqla yanaşı, adət-ənənəmizin, folklorumuzun, musiqimizin, mədəniyyətimizin, mətbəx və dəyərlərimizin yaşadıldığı müqəddəs bir diyardır. Və bugün siz də öz boynunuzda o Göyçədən gətirdiyiniz, o qanınızda, iliyinizdən olan ruhunu bugün burada sərgiləyirsinizsə, nə gözəl. Güllü xanım, Allah rəhmət eləsin, Bəhməm Lətanoğlu o vaxtı Göyçə köç eləyəndə Kəlbəzərdən gəlirlər, Azərbaycana pənah gətirirlər. Mən necə Şamaxıya pənah gətirmişəm. Şamaxıların şərəfinə böyük fıraqıçlar gəlsin. Əzim Şamaxılarım, mən sizi çox istəyirəm. Çünki mən burada özümü qərib hiss eləməmişəm. Bəhmən yazır ki, tarix mi tamamdır, vədə mi çatdı? Su kiriməzdi, kiridi Göyçə. Mən onu alınmaz qala bilirdim, bəs nə yerindən yeridi Göyçə? Qarlı qədihləri açdı didərgin, balası yanında qaçdı didərgin, bir el bir vətəndən düşdü didərgin, məni dərdi qəmə bürüdü Göyçə. Möcüzə baş verər, elə an gələr, ay Bəhmən qayılar bir zaman gələr, ay vallah bu qoca tarixli bir dövran gələr, bir də görərsən ki, diridir Göyçə, bir də görərsən ki, diridir Göyçə. İnşallah gedib o torpaqlarda bu gözəl festival bayramımızı orada keçirərik. Bəli, o yurt yerləri bizi gözləyir. Adım Ələsgərdir, əslim Göyçəli deyən Aşıq Ələsgərdən bir şeirdə mən deyim. Yazır ki, çərşənbə günündə çeşmə başında gözüm bir alagöz xanıma düşdü. Atdı müjganı, keçdi sinəmdən. Cadi gömsələri işarət eylədim, dərdimi bildi. Gördüm, həm gözəldi, həm əhli dildi. Başını buladı, gözündən güldü. Güləndə qadası canıma düşdü. Ələsgərim, hər elimdən halıyam. Dedim, gözəl, sən təbibsən, mən yaralıyam. Dedi, nişanlıyım, öz yamalıyam, sındı qol qanadım, yanıma düşdü. Yanıma düşdü. Bəli, mənim əzizlərim, Aşıq Ələsgər uzaq görən idi. Təriqət yolcusuydu. O bilirdi ki, zaman gələcək, o bulaq başlı yığnaqsız olacaq. Səhənkili qızlar, çalağaylı gözəllər o bulaq başında olmayacaq. O misralarınla bax bu günümüzə, bu günümüzdən gələcəyə mesaj verirdi ki, bizlərə çatsın ki, bax bizim belə günlərimiz olubdur. Ona görə də ustadların ruhuna salam olsun, sizə təşəkkür edirəm. Və bir də təşəkkür edirəm ki, ailənizdə bax belə yetirməniz var. Deyir, əsr ustad odur ki, onun yetirməsi olsun. Əgər onun belə yetirdiyi yoxdursa, min hava çalsa da, min nəğmə desə də boş şeydir. Güllü xanım, ustad övladından da şəhid olmur da, belə bir misal da var. Bəli, doğrudur. Çox sağ olun, var olun, təşəkkür edirəm. Sağ olun. Sağ olun, eşq olsun oğlum. Sağ olun, Göyçə dediniz, nəsə məni biraz titrətdiniz. Ona görə ki, Pusat Qərbi Azərbaycan hamımızın yaralı yerimizdir. Mən elə bu varağı indicə əlimə alanda, deməli 2024-cü ildə biz ki, sazlı sözlü Kəlağayı günləri keçirdik və buradakı siyahıya baxıram ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Naxçıvan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən deməli, noyabrın 1-də Naxçıvanda olmuşuq, 7 noyabrda Gəncədə olmuşuq və 7 noyabrda eyni gündə 11-dən 1-ə qədər Gəncədə və saat 3-dən 5-ə qədər də Naftalanda olmuşuq. Bir gündə konsert vermişik. Tovuzda, Sumqayıtda, İsmayılıda, Bakıda və 15 noyabr 2024-cü ildə Şamaxıda olmuşuq. 17 noyabrda Şəkidə, 22 noyabr Qazaxda, 26 noyabr Azərbaycan Kəlağayısı günündə də beynəlxalq muğam mərkəzində olmuşuq. Və mən bu gəldiyimiz bu çətin yollarda mənimlə bərabər qana salmışam deyim, zülmə qoymuşam deyim, mənimlə bərabər bir fədakar Azərbaycan oğlu yol gəlib və ona balam demişəm. Və ona təşəkkür edirəm ki, bugün yenə mənimlə layihə rəhbərinin müavini olaraq buradadır. Vüsal Sehnanoğlu buyursun. Və bu qədər əziyyəti məndən də çox əziyyət çəkib.
bayaq icra hakimiyyəti deyir ki, Kəlağayı bizim mövzumuz deyil, ancaq milli dəyərlərimizə qədir bilən hər kəsin mövzusudur. Buyurun Vüsal. Çox sağ olun Güllü xanım. Mən də Mirvarid Dilbazi Poeziya Məclisi adından bütün Şamaxlıları salamlayıram və mən həqiqətən də bu günlər çox sevindim ki, hər bir xanımın demək olar ki, çiynində ya başında Kəlağayıya rast gəldik. Bu çox sevindiricidir və bu həm də ondan xəbər verir ki, Şamaxlıların hər birinin evində Kəlağayı var Güllü xanım. O da çox gözəldir. İndi siz Şamaxlılara gəlmişik deyək ki, o Kəlağayıları sandıqdan çıxardın və istifadə edin, təbliğ edin. Güllü xanım bu yolda fədakarcasına çalışır və bu yolda Güllü xanıma dəstək olan Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatları Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürümüzü bildiririk və o cümlədən bütün rayonların icra hakimiyyətlərinə, mədəniyyət mərkəzlərinə hər birinə təşəkkür edirik ki, bizə bu yolda dəstək oldular. Sağ olun. Dönə-dönə təşəkkür edirəm. Sona qədər bizimlə bərabər oldunuz, dinlədiniz. Çox böyük bizə ruh verdiniz, ancaq mən belə düşünürəm ki, bu gedişlə deyəsən biz yenə gələcəyik Şamaxıya. Ona görə ki, sizdən ilham aldıq, sizdən ruh aldıq. Mənəvi dəyərlərimizə mən burada sizdən dəyər gördüm. Elə o dəfə Rafael müəllimə də dedim ki, mənim Şamaxıya bir də dönüb gəlməyim, orada xanımların o Kəlağayıda gəlməyi mənə elə ruh verdi və mən elə ruha rəğmən qanad açıb gəldim. Ona görə də bizim bu tədbirin araya ərsəyə gəlməsi üçün, bizim layihəmizin qalib olduğu üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinə təşəkkürümü bildirirəm. Bizimlə bərabər bu uzun yolu gələn operatorumuz Sərvər Kamranlıya təşəkkür edirəm. Bizim bu şəkil çəkən balamız Nurman bəyə təşəkkür edirəm. Və bu tədbirə zəhməti keçən hər kəsə minnətdarlıq borcum var. Şamaxı rayon icra hakimiyyətinə, Şamaxı Mədəniyyət Evinin rəhbəri, hörmətli Rafael müəllimə, Rafael Təğzadəyə təşəkkür edirəm və var olun deyirəm mənim əzizlərim. Dediklərimiz burada qalmasın, ayaq açsın, yerisin, həyata keçsin, onda gözəl olur. Milli dəyərlərimiz onda daha yaxşı olur. Və sonda sizdən ayrılaraq bir şeirimlə sizinlə sağollaşıram. Gözəllər içində ən gözəl olan sevimli nigardır Azərbaycanım. Torpağı müqəddəs, yurdu ləl olan bir ulu diyardır Azərbaycanım. Eşq ilə dil açan saz havası var. Dahilər kəlamı söz havası var. 4 fəsil içində yaz havası var. Bir şirin vardır Azərbaycanım. Haqq yoldadır. Zamanı var, vaxtı var. Üzü ağ yığvallı, ağ da baxtı var. Qeyrətdən, namusdan tacı taxtı var. Haqqa havadardır Azərbaycanım. Dədələrin haqqa bağlı ülfəti, taliyindən yazılıbdır qisməti, anaların, nənələrin Kəlağaylı isməti, yaranana yardır Azərbaycanım, bir şirinli vardır Azərbaycanım. Hamınızı bağrıma basıram, Qarabağım, Şam, Laçınım, Dərbəndim, Göyçəm kimi mənim əzizlərim, əziz Şamaxalılar, var olun, Allah amanında.